8 qram kalsiyumun artıqlaması ilə götürülmüş kükürtlə reaksiyasından neçə qram kalsiyum sulfit alınır? Sadə tip məsələləri tənasüblə həll edirik. Tənasübün bilirsiniz 4 həddi olur. 3'ü məlum, 1 məchul. Bu hədlərdən biri, məlum hədlərdən biri və soruşulan da məchul hədd. Bu 2 hədd məsələdə olur. Digər 2 həddi isə biz məsələyə aid reaksiya tənliyindən götürəsirik. Reaksiya tənliyi kalsiyum və kükürt arasındadır. Kalsiyum plus S alınır. Kalsiyum S. Burada artıqlaması ilə götürülmüş kükürtlə söz ona görə işlənir ki, yəni 8 qram kalsiyum tamamilə reaksiya daxil olacaq. Yəni şübhən qalmasın. Kükürt artıqlaması ilə var. İndi fikir versək, məsələdə bizə kalsiyumu verib, kalsiyum sulfidi soruşur. Kalsiyum qramla verib, kalsiyum sulfidi də qramla soruşduğu üçün reaksiya tənliyindən də uyğun olaraq kalsiyumu qramla, kalsiyum sulfidi də qramla götürəsirik. Deməli, reaksiya tənliyində daxil olan kalsiyum 1 moldur, kütləsi 40 qramdır. Alınan kalsiyum sulfid 32 kükürt, 40 kalsiyum, 72 qram olmuş olacaq. Deməli, 40 qram kalsiyumdan 72 qram kalsiyum sulfid alınırsa, onda məsələdə verilən 8 qramdan nə qədər alınmış olacaq? X qram. Burada tənasübün kənar ədlərinin hasilinin orta ədlərinin hasilinə bərabər olduğunu nəzərə alsaq, yaza bilərik ki, 40 vurulsun x bərabərdir 8 vurulsun 72, oradan x olacaq. 8 vur 72 bölünsün 40. 8 ilə 40 ixtisar eləyəndə 5, 72-ni də 5-ə böləndə olacaq 14, onda 4 qram Y bəndi. Burada fikir versək, kalsiyum 40-dan 8-ə düşüb, yəni 5 dəfə azalıb. Buna uyğun olaraq kalsiyum sulfid də 5 dəfə azalmış olur.